Hamıya salam, əziz tələbələr. Məntiq dərsində keçən dərsdə biz bir neçə məsələləri keçdik. Əsasən dərsimiz ziddiyyətlər haqqında oldu və sonra gəldik əkslik, qismən əkslik, tabelilik haqqında keçdik. Yəni, hökmlər arasında olan münasibətlərdən danışdıq. Ümumən deyək ki, bizim ilk dərsimiz lap əvvəldə məntiq elmini tərif etdikdən sonra, onun predmetin faydasını öyrəndikdən sonra demişdik ki, məntiq elmi iki hissəyə bölünür. Mən istəyirəm əvvəl bir təkrar eləyək, geniş olaraq yadımıza düşsün. Demişdik ki, məntiq elmin predmeti iki hissədən ibarətdir. Tərif və əqli nəticə, istidlal. Yəni, məntiq elmi gəlib bizlərə məfhumları tərif etməyi öyrədir, necə tərif etməliyik və biz gəldik, ilk olaraq bundan danışdıq, məfhumlar haqqında danışdıq, məfhum nədir, məfhumun xüsusi məfhum, ümumi məfhum, bunların hamısını, fərdi məfhum, ümumi məfhum və xüsusi məfhum, bunların hamısını qeyd etdik. Ondan sonra gəldik, məfhumun tərifin növlərini qeyd etdik. Hansı növ təriflər? Çünki tərifdən əvvəl məfhum barəsində məlumatınız olmalı idi ki, tərifə girə bilək və tərifin növlərini araşdıra bilək. Və tərif haqqında bir neçə bəhsləri elədik. Tərif bəhsini yekunlaşdırdıq. Artıq demək olar ki, biz hər hansı bir məfhuma hansı formada necə tərif etməliyik, bunların hamısını bildik. Ondan sonra girdik hökmlərə, yəni məntiq elminin ikinci predmeti olan əqli nəticəyə artıq giririk. Əqli nəticədə əldə etmək üçün sillogizm qrup, müqəddimələr qrup nəticə əldə etmək üçün təbii ki, dedik ki, nəticələr də əldə etmək üçün hökmlər barəsində bəhs etməliyik. Çünki əqli nəticəni ona görə əldə edirik ki, biz hər hansı bir hökmün yalan və doğru olmasını ayırd edə bilək. Məntiqi sillogizmlə, müqəddimələrlə nəticə əldə edək və bilək ki, hansı burada, yəni müqəddimələrdə hökmlər, bu hökmlərin vasitəsilə hansı nəticələri əldə etmək olar. Bunlar hökmlər barəsində ona görə danışmalıyıq əqli nəticəyə çatmamışdan əvvəl. Bu da əqli nəticənin təbii ki, içərisində də əqli nəticəyə çatmaq üçün hökmləri bilməliyik. Hökmlər vasitəsində, çünki əqli nəticəyə çatırsan. Əqli nəticənin növlərini, qismlərini dedik, şərti, mürəkkəb. Sonra gəldik hərəsinin növlərindən danışdıq. Və ondan sonra biz gəldik, dedik ki, müxtəlif növlərini, yəni hökmlərin müxtəlif növlərini tanıdıqdan sonra onlar arasında bəzi münasibətlərə işarə etdik. Hər bir tərifin, hər bir predmetin özəllikləri var ki, onları bilməliyik. Tərifdə də keçdik və hökmdə də o özəlliklərə diqqət etməliyik ki, onları diqqət etdikdən, formalarını bildikdən, növlərini bildikdən, onlar arasında, hökmlər arasında münasibətləri, məsələn, ziddiyyətlər kimi bunları bildikdən sonra biz bunlar vasitəsilə müqəddimə quracaq və bir şeyi tərif edəcəyik, bilirik tərifin. Artıq onların vasitəsilə gəlib hökm quracaq, müqəddimələri hökmdən ibarət olacaq və əqli nəticə olaraq bu hökmlərdən əqli nəticələr əldə edəcək. Yəni, bunların hamısını bir-bir biz araşdırmalıyıq diqqətlə ki, əqli nəticəmiz doğru hesab olunsun, əqli nəticəni düzgün əldə edə bilək. Ona görə bunların hamısını ola bilər, məsələn, fikirləşəsiniz ki, biz bu qədər dərinliyə gedirik. Bəli, bunun dərinliyə getmək lazım ki, düzgün əqli nəticə əldə edə bilək. Biz elə ancaq desək ki, hökm iki hissədən ibarətdir, şərti, mürəkkəb və salam, amma onun özəlliyinə girməsək və yaxud da tərifi, məsələn, ancaq növlərini öyrənsək, tərifdə olan məfhumlara diqqət etməsək, onlar sanki bir növ belə deyək, tərif, məfhumlar tərifin sanki maddəsidir, belə bir mənada desək və yaxud da hökmlər əqli nəticənin maddəsidir, bunları biz bilməliyik. Və sonra inşallah gələcək dərsdə bizim üçüncü bir hissəmiz olacaq ki, bunların hamısının maddələri var, hökmlər o maddələrdən ibarətdir. Maddələr nədir? Yəqini maddələr odan ibarətdir. Məsələn, bəzi maddələr var ki, inşallah onlar gələcək dərsdə geniş keçəcəyik. Üçüncü hissədən o sinatü xəms, yəni 5 dənə sənət deyilən bir bəhsdir. Onu inşallah gələcək dərsdə geniş izah edəcəyik. Burada bizim növbəti bir dərsimiz var. Bu da hökmlərə təbii ki, aiddir. Biz bunları bilməliyik. Bunları öyrəndikdən sonra o dediyimiz 5 dənə sənət, yəni 5 məntiqi fən də deyərlər, məharət də deyərlər. Bunları o gələcəkdə öyrənəcəyik.
Və bugünkü dərsimiz bizim demək, dəyişilmə və qarşılaşdırılma barəsində olacaq. Dəyişilmə, hökmlərin münasibətində dəyişilmə və qarşılaşdırılma haqqında olacaq. Bunlar da nədir? Bunlar hamısını bir-bir izah edirik. Dostlar, əvvəl dəyişilməyə bir tərif verək. Ərəbcə dəyişilmə deyirlər, əks-i müstəvi, yəni elə dəyişilmə. Dəyişilir. Hökmlərdə iki hökm arasında bəzi dəyişkənlik baş verir, amma bərabər qalır. Bu dəyişkənliyə baxmayaraq bərabər qalır. Yəni, dəyişilmə, keyfiyyət sabit qalır. Hər iki hökmdə keyfiyyət sabitdir. Lakin hökmün subyekt və predikatın yeri dəyişilir və elə formada dəyişilir ki, elə bir formada əvəz edilir ki, biri doğru olduğu təqdirdə ikinci hökm də doğrulur. İki dənə hökmdür, bir hökmdür, məsələn, hələ ki bir hökm götürürük. Biz bu hökmün keyfiyyətini saxlayırıq, keyfiyyəti olduğu kimi qalır. Məsələn, əgər iqraridirsə, iqrari olacaq, inkaridirsə, inkari olacaq, qalacaq hər ikisi. Yəni, iqraridirsə, iqrari olacaq, dəyişilsə də, inkaridirsə, inkari olacaq, dəyişilsə. Sadəcə biz burada subyekt və predikatı dəyişirik. Subyekt və predikatın yerini dəyişirik. Lakin bir məsələ də bundan ibarətdir ki, baxmayaraq ki, keyfiyyət yerində qalacaq, bəzi hökmlərdə biz, təbii ki, bəzi hökmlərdən keçəcəyik, kəmiyyəti %100 dəyişilməlidir. Əgər kəmiyyət dəyişilməsə, onda dəyişilmədə problemlər olacaq, bir-birindən fərqlənəcək. Biri doğru olacaq, biri yalan. Halbuki dəyişilmədə bu olmalı ki, bu doğru olduğu təqdirdə dəyişiləndə də digər də doğru olmalıdır. İndi misallar həmişə kimi bizim elə dərsimizin özəlliyi budur ki, misal deyib misalların üzərində təhlil edək. Məsələn, hər insan canlıdır deyirik. Diqqət edin, hər insan canlıdır. Hökmü doğrudur təbii ki, hər bir insan canlıdır. Dəyişilmə vasitəsilə nə olunur? Məsələn, dəyişilmə vasitəsilə ondan alınan bəzi canlılar insandır. Hökmü də doğru olacaq. Biz burada nə edirik? Hər insan canlıdır, bəzi canlılar insandır. Hər insanda subyekt insandır, predikat da canlı. İndi dəyişdik, bəzi canlılar insandır. Artıq biz burada subyektlə predikatın yerini dəyişdik. Bəzi canlılar insandır. Canlı əslində birinci hökmdə subyekt idi, dəyişdi. Daha doğrusu predikat idi. Gəldi subyektin yerinə. İnsan da təbii ki, bəzi canlılar insandır. Canlı burada əslində predikat idi, subyektin yerinə gəldi. İnsan da subyekt idi, predikatın yerinə gəldi. Və təbii ki, burada keyfiyyət yerindədir, çünki hər ikisi iqraridir, amma kəmiyyətdə dəyişkənlik olmalıdır ki, bu doğru olanda digər də doğru olsun. Ona görə deyəndə hər insan canlıdır və yerlərin dəyişiklik deyirik ki, bəzi canlılar insandır, ikisi də iqraridir, sadəcə subyektdən predikat yerini dəyişib və həmçində bundan əlavə kəmiyyətlərində fərq var. Kəmiyyətlərində, yəni fərq olmalıdır. Olmasa onda düzgün olmaz. Amma dəyişilmədə deyir ki, budur ki, bu düzgün olduğu halda bu birisi də düzgün olmalıdır dəyişiləndə. Məsələn, desək ki, hər insan canlıdır. Gətirib belə desək, təkcə subyektlə predikatın yerini dəyişsək, desək ki, hər canlılar insandır, bu düzgün olmayacaq. Gərək biz burada kəmiyyətin də özün, məsələn, bütün insana aid etsə, kəmiyyəti dəyişib bəzi canlılar yerini dəyişib, bəzi canlılar bəzi gətirməliyik. Yəni, xüsusi gətirməliyik, ümumi yox. Buna deyərlər dəyişilmə. Təbii ki, dəyişilmə də bir neçə yerlərdə, məsələn, bizim neçə hökmlərimiz var. Ümumi iqrari, xüsusi iqrari, ümumi inkari və xüsusi inkari. Ki, bunlar müəyyən hökmlərdir. Çünki deyək ki, müəyyən hökmlər odur ki, onların kəmiyyəti bəyan olunsun. Hər, bütün, bəzi bunlardan bəyan olunur. Yəni, söz olaraq gəlir hökmün əvvəlinə. Əgər hökm, birinci yerək ümumi iqrari, əgər hökm ümumi iqraridirsə, elə yuxarıda dediyimiz kimi, hər insan canlıdır. Mütləq olaraq onun dəyişilməsində ümumi iqrar həmişə nə olacaq?
xüsusi iqrariyə dəyişilməlidir. Necə ki dedik, bəzi canlılar insandır. İqraridir, yenə amma xüsusidir bəzi və həmçinin subyekt predikat yerin dəyişir. Elə dediyimiz misal ümumi iqrariyə misalı idi. Ümumi iqrarinin dəyişilməsində mütləq olaraq gərək o xüsusi iqrariyə dəyişilsin ki, bu da düz olsun, digər də düz olsun. Dəyişilmənin qaydasına uyğunlaşsın. Ancaq xüsusi iqrari olsa hökm, məsələn, bəzi insanlar ağdır, bəzi insanlar ağdır desək, təbii ki, burada xüsusi iqraridir. Niyə? Çünki bəzi gəlib və iqraridir. Bəzi insanlar ağdır, dır şəkilçisi, dır bağlayıcısı gəlib, dedik ki, iqrarini bildirir. Və onun dəyişilməsində doğru olması üçün təbii ki, o da xüsusi iqrariyə dəyişilməlidir. Məsələn, bəzi insanlar ağdır deyəndə onun dəyişkənliyində olacaq. Bəzi subyekt predikat yerində dəyişir, yerin dəyişir, olur bəzi ağlar insandır. Amma kəmiyyət eyni olaraq qalmalıdır. Çünki xüsusi iqrarinin əksini dəyişmək etsək, orada biz ümumi gətirməliyik, yenə xüsusi iqrar olaraq gətirməliyik. Dəyişilmədə başqa bir variant yoxdur. Çünki heç biri doğru olmayacaq. Dəyişilmənin qaydası da budur ki, bu doğru olduğu halda dəyişilmə vasitəsində bu da doğru olsun. Sonra ümumi inkari. Məsələn, heç bir insan ağac deyil. Heç bir insan, bütün insan nəzərdə tutulur. Və təbii ki, inkaridir. Çünki deyil deyirik. Heç bir insan ağac deyil. Ümumi inkari həmişə elə ümumi inkariyə də dəyişiləcək. Necə? Məsələn, deyəcək, heç bir ağac insan deyil. Heç bir insan ağac deyil. Dəyişilməsində yenə olacaq, ümumi inkarı olacaq. Heç bir ağac insan deyil. Yəni, ümumi inkarın dəyişilməsində təbii ki, o da ümumi inkar olmalıdır. Yəni, ümumi inkarə dəyişilir və hökmün kəmiyyətini əvəz etmək burada ehtiyac yoxdur. Təbii ki, heç burada da yəni xüsusi iqrar yuxarıda dedik, xüsusi iqrarı həmişə bütün misallarda doğru olması üçün xüsusi iqrar ilə dəyişilir. Dördüncü bundan ibarətdir ki, bir dənə də bizim bir hökmümüz qaldı. O da dördüncü nə idi? Xüsusi inkari. Xüsusi inkarinin dəyişilməsi yoxdur. Niyə? Çünki ona görə onun dəyişilməsi yoxdur. Əgər dəyişkənlik onda baş versə, subyektlə predikat yerin dəyişsə, hər bir halda istəyir ümumi inkari olsun, istəyir xüsusi inkari olsun, fərq eləmir. Hər bir halda səhv olacaq. Səhv nəticə əldə olmayacaq. Çünki diqqət edin, bir daha bunu qeyd edim ki, bunu yaddan çıxartmayaq. Dəyişilmənin bir dənə də qanunu budur ki, birinci hökmə, yəni dəyişilmədə çıxış hökmü deyərlər də, çıxış hökmü. Birinci hökm, ikinci hökmə isə nəticə deyərlər. Yəni birinci hökm çıxış hökmüdür, ikinci hökmdə dəyişilmə vasitəsilə olan hökmdə nəticə deyərlər. Birinci hökm, yəni çıxış hökmündə necədirsə, çıxış hökmündə, nəticədə də, yəni dəyişiləndə nəticədə də eyni o qalmalıdır. Bu doğrudursa, çıxış hökmündə, yəni birincidə, dəyişilmədə də təbii ki, doğru olmalıdır. Amma biz burada xüsusi inkarını başqa bir şeylərə dəyişsək, görürük ki, xüsusi inkarı birinci doğru olduğu halda, yəni çıxış hökmü doğru olduğu halda, nəticəsi, yəni dəyişilməsi doğru olmayacaq. Məsələn, ona görə bunu deyirlər ki, xüsusi inkarının heç vaxt dəyişilmir. Olduğu kimi ilə qalır, onun dəyişilməsi yoxdur. Subyekt predikat orada dəyişmir. Əgər dəyişsək, görün nə baş verəcək. Məsələn, deyirik ki, bəzi canlılar insan deyil, xüsusi inkar edir. Bəzi və deyil inkarını dəlalət edir. Bu hökm doğrudur, bəli doğrudur. Bəzi canlılar insan deyil. Niyə? Çünki heyvandır bəzi canlılar. İndi biz bunu gətirib xüsusi inkarı dəyişsək, nə olacaq? Yerin dəyişir subyektlə predikatın. Olacaq, bəzi insanlar canlı deyil. Yalandır axı bu. Bəzi insanlar canlı deyil. Necə? Bütün insan canlıdır. Belə bir şey yoxdur ki, bəzi insanlar canlı deyil. Ona görə də xüsusi inkarını gətirib xüsusi inkarıya da dəyişsək, yəni xüsusi dəyişilmə, xüsusi inkarının subyektlə predikatın yerini dəyişsək, dəyişilmə vasitəsilə nəticə olaraq nə olacaq? Subyekt predikat yerini də dəyişsək, xüsusi inkarı da eləsə alınmayacaq. Bu doğru olduğu halda bu yalan olacaq. Dəyişilmənin qaydasına zidd olacaq. Və bundan əlavə, əgər xüsusi inkarının ümumi inkarını
yəni ümumi inkari dəyişildiyini qəbul etsək, fərz edək ki, yox, xüsusi inkari, düzdür, səncə birinci dedik ki, xüsusi inkari dəyişilə bilməz. Niyə? Çünki dedik, nəticə səhv olacaq. Bəzi insanlar, bəzi canlılar insan deyil. İncəlib deyirik ki, bəzi insanlar canlı deyil. Bu birisi doğru olduğu halda ikincisi doğru olmayacaq. Deyirik, yaxşı, xüsusi inkari dəyişmək olmadı. Çünki ikincisi səhv olur. Onda biz xüsusi inkarini ümumi inkariyə dəyişək. Nə olacaq burada? Burada səhv olacaq. Təbii ki, əgər hökmün subyekti ilə predikat arasında çarpazlaşma münasibəti olarsa, məsələn, deyirik ki, bəzi qara insan deyil. Çünki yadınızdadırsa biz demişdik ki, qara və insan çarpazlaşma əlaqəsi var. Hər bir qara insan deyil, hər insan da qara deyil. Əksinə bəzi qara insan ola bilər və bəzi insan qara ola bilər. Bəzi insan qara ola bilər və bəzi qara insan ola bilər. Yəni çarpazlaşma ola bilsin qara ilə insan məfhumunun bu məfhumlar bir predmetdə çarpazlaşsın. Yəni belə deyək, bir araya gəlsin. İndi biz desək ki, xüsusi inkaridə subyektlə predikatın münasibəti çarpazlaşma münasibətidir. Bunu götürsək, məsələn, bəzi qara insan deyil, yenə də bunun dəyişilməsində səhv olacaq. Yerin dəyişsə, yenə də səhv olacaq. Niyə deyirik ki, hər bir insan qara deyil. Yəni, yerin dəyişdi, qara ilə insan yerin dəyişdi, subyektlə predikat yerin dəyişdi, oldu hər bir insan. Yəni, bütün insan qara deyil. Bu da səhv olacaq. Gördük, nəticə səhvdir. Yəni, hətta ümumi inkariyə gətirsək, çünki bəzi qara insan deyil, hər bir insan və yaxud da bütün insan qara deyil, ümumi inkariyə dəyişdik. Və bunların arasında, əgər subyektlə predikat arasında xüsusi inkaridə münasibət, çarpazlaşma münasibəti olsa, yenə də səhv nəticə olacaq. Bəzi qara insan deyil, bütün insan qara deyil, səhvdir. Niyə? Çünki necə yəni bütün insan qara deyil? Xeyr, sən deyəməzsən, bütün insan qara deyil. Niyə bəzi insan var ki, qaradır? Deməli, bu da səhvdir. Həmçinin də, əgər subyekt ümumi inkaridə, yəni xüsusi inkaridə ümumi inkari dəyişsək və xüsusi inkarinin subyektlə predikat münasibəti orada dedik, birinci budur ki, çarpazlaşma olsa səhv olacaq, nəticə səhvdir və ikinci bir tərəfdə budur ki, subyektlə predikat arasında münasibət necə olsun? Yəni, subyekt predikatdan geniş olsa yenə yanlış nəticə olacaq. İndi genişliyə misal vururuq. Məsələn, deyirik ki, bəzi canlı insan deyil, xüsusi inkaridir və subyektlə predikat arasında burada münasibət nədir? Canlı insandan, subyekt insandan, yəni predikatdan ümumidir, genişdir daha doğrusu. İndi bunun biz dəyişilməsində də yenə yanlış nəticə olacaq. Necə? Məsələn, gəlib deyirik ki, bütün yerin dəyişiklik subyektdən predikatdan, bütün insan canlı deyil. Səhv oldu. Necə yəni bütün insan canlı deyil? Bütün insan canlıdır. Xülasə, yəni budur ki, xüsusi inkarini dəyişilmədə xüsusi inkariyə gətirsək, dəyişilməsi də xüsusi inkar olsa, nəticə verməyəcək. Dedik, misalın, səhv oldu. Həmçinin xüsusi inkarını ümumi inkara çevirsək və o xüsusi inkarı ki, onlarla subyekt predikat arasında münasibət, çarpazlaşma münasibəti olarsa və yaxud da subyekt predikatdan daha geniş olarsa, bunların hər ikisində ümumi inkariyə çevirsək, yenə misalda dedik, nədir? Nəticə səhv olacaq. Ona görə hər bir halda xüsusi inkarı heç bir zaman bunun dəyişilməyi mümkün deyil. O heç bir şeyə dəyişilmir. Elə olduğu kimi qalır. Yəni, bəzi insanlar, bəzi canlılar insan deyil və salam. Elə bu da qalacaq. Onun əksi, ümumi inkarı, xüsusi inkarı, nə bilim, arasında, lap xüsusi bu inkarın arasında dediyimiz kimi münasibətlər fərqli olsun, xeyr, dəyişilməyəcək. Ona görə dostlar, bu 4 dənə dediyimizdə ümumi iqrarı, xüsusi iqrarı, ümumi inkarı və xüsusi inkarı. Bunlara gəldikdə ancaq bu üçü, əvvəldə dediyimiz üçü dəyişə bilər, amma dördüncüsü dəyişə bilməz. Bu da dəyişilmə qaydası idi. Buna deyərlər dəyişilmə. Təbii ki, bu da hökmdə, bunlar hökmləridir. Əqli nəticədə bu hökmləri bilməliyik. Əqli nəticədə bu çox mühüm bir şeydir. Biz onların yerlərin
lap subyektlə predikatın yerini dəyişəndə hansı hökmlərdə dəyişkənlik baş verə bilər, dəyişim ola bilər. Bunları bilməliyik ki, bunlarla biz müqəddimə qurub əqli nəticə əldə edə bilərik. Yoxsa biz səhv əqli nəticələr əldə edə bilərik. Bunları bilməsək səhv əqli nəticələr əldə edəcəyik. Əlbəttə, əqli nəticə artıq o bəhsə girəndə necə əqli nəticələr hansı formada olur, onları geniş danışanda aydın olacaq bizə. Dostlar, növbəti bir həmçinin də bəhsimiz qarşılaşdırılma bəhsi olacaq. Buna deyirlər əqsun nəqiz. Əqsun nəqiz qarşılaşdırılma. Nə deməkdir bu qarşılaşdırılma? Necə ki, dəyişilmədə olduğu kimi bir hökm dəyişilmək üçün subyektlə predikat yerini dəyişir. Bu qarşılaşdırılmada da belə olacaq. Bu var. Sadəcə olaraq qarşılaşdırılma ilə dəyişilmənin fərqi bundan ibarətdir ki, qarşılaşdırılmada subyektlə predikatın əksin gətirəcəyik biz. Yeri dəyişəcək subyektlə predikatın. Dəyişilmə qaydası orada kəsərlidir. Amma qarşılaşdırma məsələsində, bəhsində hər bir subyekt predikatın əksin gətirəcəyik. Məsələn, hər bir insan canlıdır. İndi insanla canlının, subyektlə predikatın yerini dəyişəndə, baxmayaraq ki, dəyişəcək, dəyişmə qaydasına riayət edəcək, lakin əksini də gətirəcək. Yəni, necə? Deməyəcək, hər bir canlı insandır. Deyəcək ki, hər bir qeyri-canlı qeyri-insandır. Hər bir qeyri-canlı qeyri-insandır. Deməli, təbii ki, bunu da qeyd edək, dəyişilmənin burada qaydasına riayət edilmək. İndi gəlib aşağıda onlar deyəcəyik, ümumi iqrarədə necə dəyişiləcək. Burada əgər həmçində qarşılaşdırma ziddiyyətinə gətirsək, nə baş verəcək? İndi bunları qeyd edəcəyik. Biz hələ xülasə qeyd edək. Hər bir insan canlıdır. İndi biz bunun əksinə dəyişilmədən əlavə hər bir qeyrini də gətirməliyik. Subyektlə predikatın yerini dəyişəndə olan ziddini də gətirməliyik. Yəni, hər bir qeyri-canlı, qeyri-insandır. Əgər desək ki, hər bir insan canlıdır, onun subyektlə predikatın yerini dəyişib, desək ki, hər bir canlı insandır, yəni yerini dəyişib gətirsək, burada təkcə dəyişmə qaydasına riayət ediləcək. Amma desək, hər bir insan canlıdır, yerin dəyişmədən əlavə ziddini də gətirsək, desək, hər bir qeyri-canlı, qeyri-insandır, artıq burada qarşılaşdırılma qanununa da riayət edildi. Bəli, əvəz edilməsi qarşılaşdırılma adlanır. Qarşılaşdırılma zamanı da əgər çıxış hökmü doğru olsa, nəticə həmişə doğru olmur. Bu da eyni ilə. Necə ki, dəyişilməlidir. Çıxış hökmü, yəni birinci hökm doğru olarsa, dəyişilmə, subyektlə predikat dəyişilən zaman o da doğru olmalıdır. Bu qanun dəyişilmədə necə var idi? Burada da, qarşılaşdırılmada da belədir. Çıxış hökm, yəni birinci hökm doğru olarsa, qarşılaşdırılmada da biz nə etməliyik? O ikinci hökm doğru olmalıdır. İndi gələk bir təhlil edək. Ümumi iqrarinin qarşılaşdırılması həmişə ümumi iqrari formasında doğru olur. Ki, yuxarıda dediyimiz misal buna nümunədir. Hər bir insan canlıdır. Yenə ümumi iqraridə və ümumi iqrarın qarşılaşdırılması mütləq olaraq ümumi iqraridə qalmalıdır. Yenə deyirik, hər bir qeyri-canlı qeyri-insandır. Və hər bir insan canlıdırsa, məlum məsələ ki, hər bir qeyri-canlı qeyri-insandır da nədir? Doğru hesab olunacaq. Bu da doğrudursa, çıxış hökmü də doğrudursa, nəticə də doğru olmalıdır. Deməli, bu da doğru. Doğru olması üçün ümumi iqrarini qarşılaşdırmada ümumi iqrarı gətirməliyik. Sonra, ümumi inkarinin də qarşılaşdırılması həmişə xüsusi inkari formasında doğru olacaq. Məsələn, heç bir insan daş deyil, ümumi inkaridir. Çünki heç bir insan, bütün daşdan, bütün insandan söhbət gedir. Və təbii ki, inkaridir. Niyə? Deyil gəlib. Heç bir insan daş deyil. Bunun da qarşılaşdırılması mütləq olaraq doğru olması üçün, nəticəsi doğru olması üçün həmişə xüsusi inkari dəyişilməli. Necə? Bəzi qeyri-daşlar qeyri-insan deyil. Bu da doğrudur. Çünki bəzi qeyri-daşlar, təbii ki, qeyri-daş, daşdan qeyridir, amma insandır, qeyri-insan deyil. Yəni, insandan qeyri deyil. Belə deyək də, bəzi qeyri-daşlar daşdan qeyridir.
Qeyri-insan deyil, insandan qeyrisi deyil, insandaş deyil, deməli, insan qeyri-daşdır və belə deyək, qeyri-insan deyil, insandır, deməli, bu hökmdə doğru hesab olunur. Bəzi qeyri-daşlar, daşdan qeyriləri qeyri-insan deyil, insandan qeyri deyil. Təbii ki, bəzi. Deməli, ümumi inkarinin qarşılaşdırılması həmişə xüsusi inkari formasında doğru olacaq. Gəldik üçüncüyə, xüsusi inkarinin qarşılaşdırılmasından indi danışacaq. Elə bu da, burada da bir fərqli bir şey olmayacaq. Xüsusi inkarinin qarşılaşdırılması həmişə xüsusi inkari formasında da elə doğru olacaq. Burada, belə deyək, kəmiyyət, keyfiyyət dəyişilməyəcək. Məsələn, bəzi insanlar ağ deyil, xüsusidir və inkaridir və qarşılaşdırmasında da olacaq bəzi qeyri-ağlar qeyri-insan deyil. Bəli, bəzi qeyri-ağlar var ki, onlar insandan qeyri deyil. Yəni, nədir? İnsandır. Bu da doğru olacaq. Deməli, xüsusi inkarın da qarşılaşdırılması mütləq olaraq xüsusi inkari formasında doğru olacaq. Və dördüncüsü xüsusi iqrarinin, biri qaldı xüsusi iqrarinin qarşılaşdırılması. Dostlar, burada da xüsusi iqrarinin qarşılaşdırılmada xüsusi iqrarinin yəni belə deyək, qarşılaşdırması olmayacaq. Çünki biri doğru olduğu halda dəyişilmədə kimi biri doğru olduğu halda digərində səhv olacaq. Məsələn, tutaq ki, xüsusi iqrarın qarşılaşdırmasını xüsusi iqrar olduğunu qəbul etsək. Deyirik ki, yox, xüsusi iqrarın qarşılaşdırması var. Nədir? Elə xüsusi iqrarıdır. Misal üçün, deyirik ki, onda səhv olacaq. Niyə? Çünki deyirik, bəzi qeyri-insanlar canlıdır. Bəzi qeyri-insanlar canlıdır. Bu, xüsusi iqrarıdır. Təbii ki, burada dəyişilmə, çünki bu tabelik hökmünə aid olacaq. Yazıdasa biz demişdik ki, insan və canlı, insan predmet cəhətindən canlıya tabidir və tabilikdə təbii ki, bir tərəfi zid olmalıdır, əksi olmalıdır. Məsələn, subyektdə tutaq ki, əks olmalıdır və onu dəyişəndə onda zid olmamalıdır. Məsələn, biz burada bəzi deyə bilmərik ki, bəzi insanlar canlıdır. Məsələn, biri deyə bilər ki, necə, yəni bəzi qeyri-insanlar canlıdır. Artıq birinci, yəni qeyri-insan bu qarşılaşdırma sayılmır. Hələ qarşılaşdırma biz eləməmişik. Deyir, yox, xeyr, tabilikdə elə deyil. Tabilikdə, yəni burada zid belə götürəcək. Qeyri-insanın bir tərəfdə qeyri-insan olduğu təqdirdə, bir tərəfdə məsələn canlı olacaq, qeyri-canlı olmayacaq. Onun əksi isə belə olacaq. Qeyri-insan çevriləcək insana və canlı çevriləcək qeyri-canlı. Yəni, birində qeyrini gətirməliyik. Çünki tabiilik qanununa biz belə deyək, dəyişməməliyik. Tabiilik qanununa görə bu şeyə qanuna riayət etməliyik. Bəzi qeyri-insanlar canlıdır olmalıdır. Bəli, bəzi qeyri-insanlar var ki, canlıdır. Məsələn, heyvan canlıdır. Bu hökm doğru olacaq. Amma məsələn, bunun elə qarşılaşdırmasına gələndə elə biz yenə də burada xüsusi iqrari olaraq qarşılaşdırsaq səhv olacaq. Niyə? Çünki bəzi qeyri-insanlar canlıdır, yerin dəyişirik və deyirik ki, bəzi qeyri-canlı insandır, bəzi qeyri-canlılar insandır. Belə gətirirsək səhv olacaq. Niyə? Çünki bəzi qeyri-canlılar, nə dedik burada? Bəzi qeyri-canlılar insandır, xeyr, insan canlıdır. Necə yəni? Qeyri-canlı necə insan ola bilər? Bütün insanlar canlıdır. Sən deyəndə ki, bəzi qeyri-canlılar insandır. Məsələn, kitab qeyri-canlı deyirsən insandır. Xeyr, bu belə deyil. Deməli, birincisi, bəzi qeyri-insanlar canlıdır. Bu doğru olduğu halda, çünki məsələn, heyvan canlıdır, insandan qeyridir. Onun qarşılaşdırması bəzi qeyri-canlılar insandır. Bu doğru hesab olunmayacaq, səhv nəticə əldə olunacaq. Buna görə də xüsusi iqrarinin qarşılaşdırması yoxdur. Xüsusi iqrariyə dəyişdi, səhv nəticə əldə olunacaq. Və yaxud indi başqası deyəcək ki, yaxşı, xüsusi iqrarini biz xüsusi iqrariyə dəyişməsək də başqa bir şey dəyişə bilərik. Necə? Məsələn, biz xüsusi iqrarini ümumi iqrariyə dəyişə bilərik. Bu da səhv olacaq.
Bu da təbii ki, səhv nəticə əldə olunacaq. Xüsusi iqrarini gətirib ümumi iqrarə dəyişir, səhv əldə nəticə olacaq. Niyə? Çünki hökmlər arasındakı tabelik əlaqəsinə əsasən yuxarıdakı misaldakı xüsusi hökm, yəni bəzi qeyri-canlılar insandır hökm yalan olsa, təbii ki, bunun ümumiyə də dəyişilməsi səhv olacaq. Necə? Hər qeyri-canlı insandır. Bu da səhv olacaq. İndi məsələn deyirik, bəzi qeyri-insanlar canlıdır. Xüsusi iqrarı dəyişdi, səhv oldu. Dedik, bəzi qeyri-canlılar insandır. Səhv oldu. İndi deyirsən, yox, ümumi iqrarı dəyişək bunu. Necə? Məsələn, deyirik ki, bəzi qeyri-insanlar canlıdır. Ümumi iqrarı gətirib dəyişək. Deyirik ki, hər qeyri-canlı insandır. Bu da səhvdir. Hər qeyri-canlı insan deyil axı. Ümumiyyətlə, insan canlıdır. Qeyri-canlı necə? Bütün qeyri-canlı necə insan ola bilər? Sən deyəndə hər qeyri-canlı, yəni canlıdan qeyri nə varsa o insandır, bu səhv nəticə olunacaq. Ona görə də xüsusi iqrarini biz gətirib onun qarşılaşdırmasını da nə xüsusi iqrariyə dəyişə bilərik, həmçində xüsusi iqrarinin qarşılaşdırmasında onu gətirib biz ümumi iqrariyə heç zaman dəyişə bilmərik. Ona görə xüsusi iqrarinin qarşılaşdırılması yoxdur. İstər nəticənin kəmiyyəti ümumi olsun, ümumi gətir, yəni ikinci tərəfi, istərsə də xüsusi gətir, fərq eləmir. Misallar dedik ki, bunların heç bir zaman birinci doğru olduğu halda ikinci doğru olmayacaq. İndi ümumi bir dənə qeyd eləyək. Deməli dostlar, mən istəyirəm ki, zehnimizə bu tam otursun. Biraz çətindir, bilirəm. Dəyişilmə və qarşılaşdırılma. Deməli, dedik ki, xülasəli dərsimizi yekunlaşdıraq. Demək, dedik ki, dəyişilmə odur ki, bir hökmün subyekt və predikatı yerin dəyişsin. Hər insan canlıdır. İnsan burada subyektdir, canlı predikatdır. Dəyişiləndə necə olacaq? Bəzi canlılar insandır. Yerin dəyişdi. Və həmçində dedik ki, dəyişilmədə bəzi yerlərdə kəmiyyət mütləq olaraq dəyişilməlidir. Hansında, məsələn, ümumi iqrarcısə dedik nə olacaq, xüsusi iqrarcı dedik nə olacaq, yəni hansı kəmiyyətdə nə olacaqsa onun əksinə olacaq. Bu 4 dənə yerdə qeyd etdik. Daha bir də dərinliyə girmirəm. Qarşılaşdırılma isə odur ki, yenə burada dəyişilməyə riayət olunacaq yerlər, subyektlə predikat yerim dəyişəcək və təbii ki, kəmiyyətlərə riayət olunacaq. Məsələn, birində budursa, bunda kəmiyyət başqa cür olacaq. Və təbii ki, qarşılaşdırılmanın dəyişilmə ilə fərqi budur ki, qarşılaşdırılmada hər iki, yəni subyekt predikat yerin dəyişəndə, hər subyektlə predikatın yerin dəyişəndə də yenə ziddiyyətlərini gətirəcəyik. Yəni insan, canlı yerin dəyişirsə, bu oldu dəyişilmə. Amma qeyrini də gətirsə, desək ki, insan, canlı, yəni qeyri-canlı, qeyri-insan bu artıq qarşılaşdırılma qaydasına tabi olacaq. Bu da dostlar bizim dəyişilmə və qarşılaşdırılma aid məsələmiz idi. Bugünkü dərsimiz bu qədər. İnşallah gələn dərsdə biz əqli nəticə və onun növləri haqqında danışacağıq. Bura qədər dostlar, ümid edirəm fikrimi izah edə bildim. Dərs asan oldu. Sağ olun, salamat qalın. Gələn dərsdə görüşənədək. Elhamdülillah Rabbil alemin.